Geri qalan bədəvilər sənə, var dövlətimiz və ailələrimiz bizi döyüşə getməkdən yayındırdı. Allahdan bizim üçün bağışlanma dilə deyəcəklər. Onlar qəlbində olmayanları dilləri ilə deyirlər. De ki, əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, onun edəcəyi işin qarşısını kim ala bilər? Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır. Doğrusu siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar. Bu, şeytan tərəfindən qəlbinizdə bəzədilmişdi. Siz pis fikrə düşüb, məhvə məhkum adamlar oldunuz. Kim Allaha və onun elçisinə iman gətirməzsə, bilsin ki, biz kafirlər üçün od hazırlamışıq. Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini bağışlayır, istədiyinə də əzab verir. Allah bağışlayandır.